Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Hamınızı xoş gördük bu günləri Binə qəsəbəsində. Qiyməti 68 bin Azərbaycan manatına olan mükemmel 3 sotun içində olan həyəti, bazasız, səliqəli bir möhtəşəm bir həyət evimizin çəkilişindəyik. Əlbəttə ki, əlaqə nömrələrimiz səhifədə var değerli dostlar. Həyəti bazarı sizlərə ətraflı göstərmək istəyirəm. Buyursunlar, gəlsinlər. Həyətimizdə qəşəng qızıl güllərimiz, nar ağacımız, hətta burada bitkilerimiz, keşnişimiz, şüydümüz, nanemiz, reyhanımız, her şeyimiz dostlar var. Bu bir tarafında ise sırf ağaclarımız mevcuttur. Əriy ağacımız, qaysı ağacı deyirlər də Bakırlılar. Ondan sonra ne bileyim böğürtgenimiz, omuz, bumuz, hamımız varıq. Değerli dostlar, belə bir möhtəşəm evi əldə etmək istəyənlər səhifədəki əlaqə nömrələri əlaqə saxlasınlar və kanalımızı beğenerek, abone olarak zil düğmesine dokunarak bildirişleri açmayı da unutmasınlar. İndi sən eləyərik, keçirik evimizin içine. Ben de izleyicilerimizi salamlayıram Rövşən bəy. Ya Allah deyirik, təqdimata keçirik. Sağ olun Ayşə xanım. Beləliklə də inşallah gördüyünüz kimi balkonlu qəşəng bax pişik xaçı kimi olan beləcənə bir evimiz mövcuddur. Dostlar, həyətində belə bir qəribə gül də var. Bu nə gülüdür bilmirəm. Qızıl gülü bilirəm. Sarmaşıq qızıl gülü var. Bir dənə bunu bilmədim nə olan bir şeydir. Elə bir ki küskün gülü oxşuyur. Belə işıq saçan güllər olur. Bax beləncə elə bir onlara da oxşuyur. Küskün gülə də oxşuyur. Dostlar bax belə bir yerdən kündür kürsülüdür. Qəşəng balkonu var. Smertelni evdə. Smertelni deyirlər. Nətər deyirlər? Smertelni ev. Oradan çiklop baxır bizə. Deməli dostlar, nəysə zarafat bir qırağa evimiz gözəl evdir. Həyəti, bazası, səliqəli, səhmanlı, real alıcılar buyursunlar, gəlsinlər. Gözəl evimizin çəkilişindəyik. Ev böyük evdir. Dayanım mən onu deyim ki, bax yeri stif oldu. Qəşəng hündür tavanı var. Girdim bax belə bir koridor. Koridordan qapılar. Mətbəx geniş iri. Xanımlar, səliqəli böyük bir mətbəxi var. Panorama pəncərədir. Buna baxın hələ, gizlin çəkiliş edirlər. Baxın hələ. Baxın. Bax hələ, bax. Dostlar baxın. Tanıyanı eşq olsun da bu uşaqda. Tanıyanı eşq olsun. Bir yerde dayanmır da. Adam bir yerde dayanmır. Dostlar neyse. Bak qəşəng evimizin çəkilişindəyik. Qapıları səliqəli. Evimizin zalı böyük bir, geniş, iri bir zaldır dostlar. Mükemmel bir zaldır. Panorama pəncərəsinə kimi mövcuddur. Baxın. Hələ baxın buna. Kombi, radiatorlar hamısı öz yerində. Mükemmelin üstüdür da ev. Bir de buna bakın, elə bir televizorun özüdür da burada durup. Ev geniş, böyük evdir. Dostlar, real alıcılar iki tərəfdən də radiatordur. Bak burada da radiator var, burada da. Hələ Allah hamdolsun özüm indi gördüm. Koridorunda bak, tuvalet tamam ayrı. Burada ayaq yolusudur, çıxardıblar. Burada da burada da unitazın özü buradadır. Burada da hamam yeridir. Dostlar, otaqlar da böyük otaqlardır. Bax, bura bir otağımızda. Səliqəli geniş otaqdır. Radiatorlar zaten hamısı öz yerində. Arxa tərəfdən geniş məsafəsi var hasarla evin arasında. Baxın. Geniş iri məsafədir. Daşları bilənlər bildilərdən nə qədərdir. Bax, bu da geniş. Özü heç bir tikilisi də yoxdur. Qəşəngdir yəni. Bir tərəfindən belə götürəndə zordur. Dostlar, keçirəm digər otağımıza. Burada böyük bir yataq otağı da, geniş, iri bir yataq otağı da. Burada da həmçinin bax qəşəng geniş məsafəli yeri var. Hasarla evin arasında. Gözəl də evdə. Real alıcısını gözləyir bu ev. Təcili, məncə bu evi əldən qaçırtma. 3 otaqdır. Ev 110 kvadratdır. Tuvalet tamam ayrıdır. Böyük otaqlarda, yəni səliqəli ev axtaranlar məncə bu evi əldən qaçırmasınlar. And olsun Allaha deyirəm. Kim alsa Allah xeyir versin, xeyir tapsın. Ruzu bərəkət tapsın, gəlsin qiymətdə endirimdə olunacaq inşallah ki. Yəni səliqəli ev axtaranlar. Buna bax, nə tər çəkirlər, buna bax, bizdən xəbər. Deməli dostlar, mükəmməl ev axtaranlar. Allah hər kəsin xeyrini versin. Gəlin, bu fürsəti, bu şansı qaçırtmayın. Artizan suyu var, işığı var, bir dənə qazı yoxdur. Qaz sayğacını kim alacaqsa özü qoyacaq. Qiymət 68 mindir, real alıcıya da endirim olunacaq. Dostlar, tələsin, bu şansı əldən qaçırtmayın. Allah hər kəsin ruzsun, bərəkətini versin. Bu ev əldən qaçılası bir ev deyil də. Yəni bağına girirsən, cənnət kimidir, hər şey gözəl.
Dostlar, gəlin Allah hər kəsin xeyrini versin.